Türkiyə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfəri üçün hava məkanından istifadə etməsinə icazə verməyib. Konkret Azmusavat.com-a istinadən məlumat verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öncə keçəli jurnalistlərə açıqlama verib. İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu haqda bizə heç bir rəsmi müraciət daxil olmayıb, deyə diplomat bildirib. Türkiyə Prezident Administrasiyası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzi də məsələ ilə bağlı açıqlama verərək qeyd edib ki, Türkiyə Netanyahunun təyyarəsinə hava məkanından istifadə icazəsi verməyib. Sosial şəbəkələrdə Türkiyənin Netanyahunun təyyarəsi üçün hava məkanını açması ilə bağlı yayılan iddia həqiqətə uyğun deyil. İsrailin baş naziri Benyamin Netanyahunun mayın 7-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılmasından söhbət gedə bilməz, deyə mərkəzin açıqlamasında qeyd edilib. Mərkəz həmçinin xatırladıb ki, Türkiyə İsrailin Qəzza zolağına qarşı soyqırım siyasəti ilə bağlı hava məkanını İsrail təyyarələri üçün bağlayıb. Əlavə edək ki, Netanyahu mayın 7-11-də Bakıya səfər etməyi planlaşdırır. Ötən ilin noyabrında Ankara İsrail prezidenti İsaq Herzog'un təyyarəsinin hava məkanından keçməsinə icazə verməyib. Bu mövqe Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır. İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada və Suriyada baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycana mayın 8-dən 11-nədək planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib. Qəzza zolağında və Suriyada baş verən hadisələr fonunda həmçinin sıx siyasi və təhlükəsizlik qrafikinə görə baş nazir Netanyahu Azərbaycana səfərini daha sonraki tarixədək təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirir, deyə baş nazirin ofisindən bildirilib.